Deməli, Ermənistanda baş verən proseslərə biraz dərindən baxmaq lazımdır. Nədən birdən-birə bu seçki məsələsi gündəmə gəlir? Bu qondarma qurumun, yəni bilirsiniz də, bu Şəhramanyan var idi, yaramaz, hansı ki, deməli, Xocalı aeroportundan Rusiyanın o bədməramlıları vasitəsilə Ermənistana qaçırıldı. İndi onu dəyişmək istəyirlər. Paşinyana yaxın olan, hətta Paşinyanın yaxın çevrəsində olan özü də çox maraqlı bir adı var. Deməli, Hay Xanumyan adlı bir şəxsi ora gətirmək istəyirlər. Son günlərin medianın ən məşhur şəxsi. Bəli, Xanumyan özüdür. Yəni, bu adamı gətirmək istəyirlər. Sonra Kaçaryanla Sir Sarkisyan faktoru qabardılır. Bilirsiniz, bütün bunlar hamısı kompleks şəkildə Paşinyana qarşı yönəlmiş, yəni addımlardır. İrəvanın özündə və kənardan qaynaqlanan proseslərdir. Buna elə təkcə İrəvanın içərisində, yəni Ermənistan daxilində olan bir məsələ kimi baxmaq lazım deyil. Çünki bilirsiniz, Paşinyan çox kritik dönəmləri keçib. 44 günlük savaşda Ermənistan ordusu paramparça oldu, uduzdu, Azərbaycana məğlub oldu, kapitulyasiya sənədini imzaladı. İndi bugün də ordunu hələ düz əməlli formalaşdıra bilməyiblər. Müxtəlif ölkələrdən silahlar alırlar. Yunanistan var, Hindistan var, sonra Cənubi Koreya var, sonra hələ Rusiyanın özündən silahlar alınır. Alınsın, yəni bu onların daxili işidir. O ki qaldı, bu yadınıza gəlir, keşiş vardı, Baqrat. Bəli, həmin o keşiş bizim o 4 Qazaxın kəndləri ilə bağlı. Hətta Seyran Ahanyan da onlara dəstək verdi və biz ölərək buradan çıxmayacağıq və sona qədər də dirəniş göstərəcək. Başlayanda biraz ciddi etiraz oxşuyurdu. Yadınıza gəlir, hətta deməli, elə söz yerinə çəkər. Yadınıza gəlir, onlar deməli, səhv eləmirəmsə, mart-aprel aylarında başladılar. May ayında biz İrəvana qədər yürüyüş həyata keçirəcəyik. Biz orada, nə bilim, Paşinyanı devirəcəyik. Biz o kritik dönəmləri Ermənistanın hazırki rəhbərliyi keçib. Bugün, əlbəttə ki, Paşinyanın çox ciddi kadr çətinliyi var. Yəni, etibar etdiyi və inandığı şəxsləri vəzifəyə təyinatla bağlı, yəni çox böyük problemlərlə başladı. Həm də rəhbəri olduğu hakim partiya bu günləri içəridə də ciddi didişmələr var, yəni Ermənistan. Hətta o didişmələr orduya sıçrayır. Zaman-zaman xatırlayırsınızsa, Ermənistan generalları, Ermənistan Müdafiə Nazirliyinin rəsmiləri, hətta ordu korpusu komandirlərinə qədər Paşinyanın istifası ilə bağlı sənədə imza atmışdılar. Bu, hərbidə görünməyən bir məsələ idi ki, necə olur ki, yəni hərbiçi əmri qeyd şərtsiz yerinə yetirməlidir, o müzakirə etməməlidir. Amma generallar müraciət edirdilər, Paşinyanın istifasını istəyirdi. Həmin o generallar bu günlər həm Ermənistan daxilindən, həm də kənardan müəyyən təsirlər vasitəsilə ateşkəsi pozurlar, Paşinyana qarşı bir təzyiq rıçaqlarından istifadə etməyə cəhd edirlər. Bu hamısı mənasızdır. Mən deyirəm ki, Ermənistan ən çətin dönəmlərini keçib. Baxın, 44 günlük savaşda məğlub oldular, seçki təyin elədi, seçkini yenidən Paşinyan qazandı. Çünki Ermənistan cəmiyyəti özü də bu separatizm meyillərindən yorulmuşdu. Ona görə yeni bir müharibə istəmirdilər deyə Paşinyana səs verdilər. Amma bu dəfə biraz fərqlidir. Həm regionda vəziyyəti gərginləşdirməyə çalışırlar. Növbəti, yəni zərbədən sonra Paşinyan çətin, yəni 3-cü dəfə seçkini qazana bilər. Bu günləri regionda nəyə çalışırlar? Çalışırlar ki, Ermənistanla Türkiyə arasında bir yaxınlaşma olmasın, sərhəd açılması arxa plana keçsin. Baxın, sir deyil ki, bunu açıq demək lazımdır və ictimaiyyət də bilməlidir. 10 günlüyə açılmış, yadınıza gəlir, yəni o sərhəd buraxılış məntəqəsi. Məsələ unuduldu da. Yəni, deyirsiniz, o sınaq idi əslində. Əslində, əlbəttə ki... Açdılar, bağlamaq yadlarından çıxdı. Əlbəttə ki, bilirsiniz, gəlin açıq deyək də. Yəni, bu günləri Türkiyədə, yəni, əsas şərtlərindən biri kimi Ermənistana deyir ki, Azərbaycanla münasibətlər normal məcrada inkişaf eləsin. Biz sizlə istənilən an normal, belə deyək də, qonşuluq münasibətləri, sərhədlərin açılması məsələsini həll edə bilərik. Zaten Paşinyan da buna çalışır. Amma daxildə çox böyük müqavimət var. Həm də regionda marağı olan dövlətlər bu prosesə aktiv şəkildə mane olurlar. Baxın,
2 ildir biz sizlə, elə Akif bəy də, digər dəyərli insanlar da kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı mövzusunu müzakirə edirik də. Deyirik ki, Ermənistana təzyiq göstərirlər. Necə olur ki, sən təşkilat üzvüsən, üzvlük haqqını ödəmirsən, hər hansı bir tədbirdə iştirak eləmirsən. Nəticə, Ermənistan elə dediyin bu günə qədər də həm keçən ilin üzvlük haqqını ödəməyiblər, həm də 2025-ci ilin 5-ci ayının, necə deyərlər, artıq bir neçə günü keçib üzvlük haqqından xəbəri yoxdur.